Salam, heç fikirləşmisiniz ki, bəzən ən mürəkkəb, ən gözəl görünən şeylərin arxasında təəccüblü dərəcədə sadə bir məntiq dayanır? Gəlin bugün məhz bu mövzunu, yəni məntiqlə yaradıcılığın kəsişdiyi o heyrətamiz nöqtəni birlikdə kəşf edək. Gəlin elə birbaşa başlayaq. Baxın, ekrandakı bu mürəkkəb həndəsi naxışa bir nəzər salın. Nə düşünürsünüz? Bu necə yaranıb? Bəlkə də hansısa bir rəssam saatlarla bunun üzərində səbirlə işləyib, ya da bəlkə də peşəkar bir dizaynerin əsəridir. İndi gəlin əsas məsələyə. Cavab sizi yəqin ki təəccübləndirəcək. Bu gördüyünüz gözəllik tamamilə kodla yaradılıb. Yaxşı, bəs necə olur ki bir neçə sətir sadə təlimat belə möhtəşəm bir sənət əsərinə çevrilə bilir? Gəlin araşdıraq. Yaxşı, bəs belə bir şey yaratmaq üçün hansı alət lazımdır? Gəlin onunla tanış olaq. Deyim ki, bu yəqin sizin təsəvvür etdiyiniz o mürəkkəb proqramlaşdırmadan biraz daha əyləncəlidir. Tanış olun, bu Alpalogu proqramlaşdırma dilidir və işin bütün mahiyyəti də ekrandakı bu sevimli tısbağa ilə təmsil olunur. Belə deyək, bu tısbağa bizim virtual rəssamımız olacaq. Baxın, bu yanaşmaya tısbağa qrafikası deyilir. Əslində məntiqi çox sadədir. Biz birbaşa nəsə çəkmirik. Əvəzində tısbağaya deyirik ki, necə hərəkət etsin və hərəkət etdikcə də özündən sonra bir iz buraxsın. Təsəvvür edin ki, bir dostunuza telefonla yol tərif edirsiniz. Düz get, sonra sağa dön, oradan da biraz get. Tısbağa qrafikası da bax eyni ilə bu cür işləyir. Bizim tısbağamız bu sadə təlimatları bir-bir yerinə yetirir və bizim üçün rəsmlər çəkir. Yaxşı, bəs bu tısbağa hansı əmrləri başa düşür? Gəlin onun dilinə, yəni o rəqəmsəl sənətin təməl tikinti bloklarına bir baxaq. Baxın, proses necə də sadədir. Soldakı bu bir neçə sətirlik kod əslində testvağaya deyir ki, filan koordinata get, qələminin rəngini dəyiş və bir dairə çək. Nəticə, sağdakı bu 4 fərqli rəngdə dairə. Çox aydın bir səbəb-nəticə əlaqəsi, elə deyilmi? Tısbağanın lüğəti əslində çox sadədir. İrəli əmri onu irəli aparır. Sağa və sola ilə onu istədiyimiz dərəcədə döndürürük. Qələmin rəngi ilə rəng seçirik. Qələmi endir əmri ilə isə o, hərəkət edərkən iz buraxmağa başlayır. Və salam. İndi baxın, həmin o sadə əmrləri irəli get, dön, fərqli bir ardıcıllıqla birləşdirəndə nəticə tamamilə dəyişir. Budur, qarşımızda hamımızın tanıdığı bir ulduz var. Hər şey bu təməl blokları necə düzməyimizdən asılıdır. Yaxşı, sadə fiqurları başa düşdük. Bəs lap əvvəldə gördüyümüz o mürəkkəb naxışlar necə alınır? Hə, indi gəldik işin ən sehirli, ən maraqlı hissəsinə. Bütün bu mürəkkəbliyin sirri sadəcə bir sözdə gizlənib. Təkrarlama. Axı, kompüterlərin ən yaxşı bacardığı işlərdən biri də bir əmri yorulmadan, usanmadan dəfələrlə təkrar etməkdir. Bu inanılmaz naxışa baxın. Necə yaranıb sizcə? Koda diqqət etsək, bütün sirrin təkrarla əmrində olduğunu görərik. Proqram əslində çox sadə bir iş görür. Bir fiqur çəkir, birazca dönür və sonra da bu prosesi dəfələrlə, bəlkə də yüzlərlə dəfə təkrarlayır və nəticə göz qabağındadır. Yəni, məntiq əslində belədir. Bir əsas hərəkət müəyyən edirsən, məsələn, bir kvadrat çəkmək. 2. Tısbağanı birazca döndürürsən və 3. Kompüterə deyirsən ki, bu 2 addımı tutaq ki, 36 dəfə dalbadal təkrarla. Nəticədə isə belə gözlənilməz və möhtəşəm naxışlar ortaya çıxır. İndi ki, əsas qaydaları bilirik, gəlin görək bu sadə prinsipləri yaradıcı şəkildə tətbiq edəndə nələr etmək mümkündür. Hazır olun, çünki nəticələr həqiqətən də heyrətamizdir. Məsələn, baxın, sadə dövrülə və rəng dəyişiklikləri ilə necə də gözəl bir çiçək şələngi yaratmaq olar. Və ya biraz daha mürəkkəb, iç-içə dövrlərlə təbiətin ən gözəl, ən simmetrik naxışlarından birini, bir qar dənəciyini kodla təsvir etmək olar. Təxəyyülünüzü biraz da işə salsanız, ulduzları bir-birinə bağlayaraq, sanki bütöv bir galaktika və ya hansısa kosmik bir fiqur yarada bilərsiniz. Sərhəd demək olar ki, yoxdur. Hər şey bir neçə sadə qayda ilə başlayır, amma nəticə tamamilə sizin yaradıcılığınızdan asılıdır. Və bu da bizi əsas fikrə gətirib çıxarır. Çox vaxt elə bilirik ki, məntiq və yaradıcılıq bir-birinə ziddir, elə deyilmi? Amma bu nümunələr göstərir ki, məntiq, yəni qaydalar, əslində yaradıcılıq üçün inanılmaz dərəcədə güclü bir alət ola bilər. Yaxşı, bəs indi siz düşünün.
Əgər bu sadə alətlər sizin əlinizdə olsaydı, siz nə çəkərdiniz? Hansı naxışı, hansı ideyanı kodla həyata keçirərdiniz? Bu, üzərində düşünməyə dəyər bir sualdır.